Sabah bürclər üçün adi gün olmayacaq. Bəzi bürclər üçün bugün qərar vermək çox önəmli olacaq, bəziləri isə səbirli olmağı öyrənəcək. Sizcə, sabah ən şanslı bürc hansıdır? Bəs hansı bürc diqqətli olmalıdır? Öz bürcünüzü tapıb yoxlamaq üçün videonu sona qədər izləyin və şərhlərdə bürcünüzü yazın. İndi isə sabahın bürclərinə birlikdə baxaq. Qoç. Sizə rutin işlərlə məşğul olmaq və iş məsələlərini həll etməkdənsə, xəyal qurmaq, fantaziya etmək və planlar hazırlamaq daha asan gələcək. Gələcək haqqında düşünmək qismən faydalı olacaq. Yeni məqsədlər görəcək, maraqlı istiqamətləri sezəcək və original bir fikir ortaya çıxaracaqsınız. Amma eyni zamanda boş ümidlərə qapılmamaq və reallıqla əlaqəni itirməmək vacibdir. Yaxşı ki, yanınızda həm özü yerə möhkəm basan, həm də vəziyyəti obyektiv qiymətləndirməyinizə kömək edəcək bir insan olacaq. Onun məsləhətlərinə nə qədər tez qulaq assaz, gün bir o qədər məhsuldar keçəcək. İşgüzar danışıqlar çətin və gərgin keçə bilər. Həm söhbətləri haqlı olduğunuza inandırmaq və ya hamı üçün sərfəli şərtlər təklif etdiyinizi sübut etmək sizə asan olmayacaq. Həm də bəzi vacib detalları gözdən qaçırmaq riski var. Ona görə sənədləri diqqətlə oxumadan imzalamayın. Buğa. Bacarıqlarınız gözlənilmədən işə yarayacaq və əldə etdiyiniz uğurlar diqqətdən kənarda qalmayacaq. İstisna deyil ki, məhz bugünkü qələbələriniz sayəsində yaxın vaxtlarda çox maraqlı təkliflər alacaqsınız. Bəzi buğalarda əla ideyalar yaranacaq və bürcün nümayəndələri köməkçi axtarmağa vaxt sərf etmədən onları demək olar ki, dərhal həyata keçirə biləcəklər. Yaradıcılıq tələb edən tapşırıqlar xüsusilə yaxşı alınacaq. Bu sahədə sizinlə rəqabət aparacaq birini tapmaq çətin olacaq. Əgər çoxdan həm məsuliyyət, həm də ilham tələb edən bir işə başlamaq istəyirdinizsə, bugün bunun üçün əla məqamdır. Kəskin intuisiya sayəsində siz başqalarından biraz daha irəli görəcəksiniz və bu işgüzar danışıqlarda, planların müzakirəsində üstünlüyünüzə çevriləcək. Həmkarlarla və rəhbərliklə münasibətlər sabit olacaq. Fikir ayrılığı və mübahisə üçün səbəblər çətin ki, yaransın. Əkizlər. Gün uğurlu keçir. Sevinci üçün kifayət qədər səbəb olacaq. İnadkarlıq daha əvvəl başladığınız işləri sona çatdırmağa, vaxtında göstərdiyiniz maraq sayəsində isə hamını düşündürən suallara cavabları ilk siz alacaqsınız. Gözlənilmədən ziyarətlər və planlaşdırılmamış görüşlər mümkündür. Onlar çox vaxt aparsa da bol-bol müsbət emosiyalar bəxş edəcək. Gözlənilməz dəvətlər, səfərlər də ola bilər və bunlar hadisələrin adi axarını dəyişəcək. Günün ikinci yarısı faydalı tanışlıqlar vəd edir. Yaxşı təəssürat yaratmağa, özünüzü ən yaxşı tərəfdən göstərməyə çalışın. Xərçəng. Gün uğurlu alınacaq və mütləq sevinci üçün səbəblər gətirəcək. Çətin bir işi yerindən tərpətmək mümkün olacaq və hətta mürəkkəb vəziyyətlərdə belə doğru qərarlar verəcəksiniz. İnadkarlıq göstərərək başqalarının istədiyi nəticəni ala bilmədikləri yerdə siz uğur qazanacaqsınız. Bu diqqət çəkəcək, əvvəllər sizi qiymətləndirməyən insanlar fikirlərini dəyişəcəklər. Bugün təbii maraq çox xərçəngi üçün çox faydalı olacaq. Aktiv suallar verməyiniz, ətrafda baş verənlə maraqlanmağınız və xəbərləri izləməyiniz sayəsində vacib məlumatı ilk siz alacaqsınız. Bu sizə üstünlük verəcək, daha tez yön tapacaq, yaxşı həll təklif edəcək və ya gözlənilmədən açılan fürsətdən hamıdan əvvəl yararlana biləcəksiniz. Şir. Xüsusilə qərarlı olacaqsınız. Gün yeni işlərə başlamaq üçün uyğundur. Həm də təkcə asan deyil, cəsarət və səy tələb edən çətin işlərə də. Nə isə plan üzrə getməyə bilər, amma siz çaşmayacaq və geri çəkilməyəcəksiniz. Tez yeni taktika düşünüb, məhz onun sayəsində istədiyiniz nəticəni alacaqsınız. İnadkarlığınız səxavətlə mükafatlandırılacaq. Günün sonunda gözlədiyinizdən də artığını əldə edəcəksiniz. Təşəbbüs, məsuliyyət və liderlik keyfiyyətlərinin vacib olduğu tapşırıqlara girişmək yaxşıdır.
Siz yeni həll yolu təklif edə bilər, sərfəli şərtlər barədə razılaşa bilər və ya əvvəllər həddindən artıq çətin görünən bir problemi həll edə bilərsiniz. Maliyyə mənzərəsi əlverişli olacaq. Kiçik pul daxil olduqları mümkündür. Qızlar, yaradıcı yanaşma və qeyri-standart baxış tələb edən tapşırıqlara fokuslanın. Siz başqalarının yerində saydığı yerdə həll yolu tapacaq, yeni imkanları tez görəcək və tərəvət ideyalar təklif edəcəksiniz. Amma rutin, öyrəşirmiş işlər sizə darıxdırıcı görünə bilər və onlara diqqət toplamaq çətinləşəcək. Günü məhsuldar keçirmək üçün onu ən maraqlı və ən çətin işlə başlayın. Yeknəsəb tapşırıqları isə sonraya saxlayın və ya imkan varsa həvalə edin. Maliyyə işlərində bəzən yüngül davranmağa meyilli olan nadir qızlar belə bugün pulla bağlı məsələlərdə səhvə yol verməyəcəklər. Siz tez anlayacaqsınız ki, hansı təkliflər həqiqətən sərfəlidir, hansılar həddindən artıq risklidir, hansılar isə yalnız ziyan gətirəcək. Tərəzilər, gün məhsuldar olacaq, amma sizi yormayacaq. Bugün çox tərəzi üçün insanlarla yola getmək və onlara uyğun yanaşma tapmaq bacarığı işə yarayacaq. Sizi tez yarım sözdən anlayacaq, üstəlik həmsöhbətin ovradını tutmaq, eyhamlarını düzgün qavramaq və yerində reaksiya vermək sizə çətin olmayacaq. Sakin və ölçülü ton, qarşı tərəfi dinləməyə hazır olmaq və kompromisi axtarmaq bacarığı işgüzar danışıqlarda ciddi fayda verəcək. Mehribanlığınız sayəsində həmkarlarla ünsiyyətdə anlaşılmazlıqlardan qaçacaq və işdə xoş atmosferi qoruyacaqsınız. Əgər qarşınızda vacib tapşırıqlar varsa, onları təkbaşına həll etməyə çalışmayın, müttəfiqlər tapın. Eyni düşüncəli insanların əhatəsində özünüzü daha inamlı hiss edəcəksiniz. Təşkilati məsələlərin öhdəsindən əla gələcək, başqalarının işini demək olar ki, əlavə səy göstərmədən koordinasiya edə biləcəksiniz. Əkrəblər, gün ciddi məsələləri qeyri-rəsmi şəraitdə müzakirə etmək üçün uyğundur. Çox əkrəbin başqalarından tez vacib məlumat almaq və ya imkanlarını müttəfiq axtaran insanlara göstərmək şansı olacaq. Yeni tanışlarla asanlıqla ortaq dil tapacaq, onların ovradını və maraqlarını tez sezəcəksiniz. Təsadüfi bir qarşılaşma işgüzar və ya dostluq münasibətlərinin başlanğıcı ola bilər. Bugün ünsiyyət qurduğunuz insanlar sizə dəfələrlə işlə, sözlə və ya lazımi tövsiyə ilə dəstək olacaqlar. Günün ortasında alacağınız xəbərlərə diqqət yetirin. Əvvəlcə onlar elə də vacib görünməyə bilər, amma biraz sonra ilk təəssüratın səhv olduğu aydın olacaq. Ona görə heç nəyi gözdən qaçırmamağa çalışın. Ox atanlar, faydalı əlaqələr qurmaq və ya çox şeyin asılı olduğu insanlarda yaxşı təəssürat yaratmağın şansını qaçırmayın. İşgüzar ünsiyyət dairənizi genişləndirmək, yeni partnyorlar tapmaq, ideyalarınızı rəhbərliklə bölüşmək imkanı olacaq. İstisna deyil ki, əvvəllər bütün təkliflərə laqeyd qalan insanlar belə təşəbbüsünüzü dəstəkləyəcəklər. Məhz elə adamların arasından etibarlı müttəfiqlər tapacaqsınız və gələcəkdə də onlara arxalana biləcəksiniz. Bugün sırf peşəkar başlayan münasibətlər zamanla qeyri-rəsmi xarakter ala bilər. Məsələn, dostluq və ya romantik. Maliyyə sahəsində vəziyyət biraz zəif olacaq. Burada tələsik qərarlara meyilli olacaqsınız və bu da kiçik amma can sıxıcı itkilərə səbəb ola bilər. Uğursuz alışlar, artıq xərclər, şübhəli investisiyalar riski var. Amma buna görə ciddi narahat olmağa dəyməz, çünki çox tez gəlirləri artırmaq üçün imkan yaranacaq. Oğlaqlar, çox yeni planlar, qeyri-adi ideyalar ortaya çıxacaq. Əvvəllər heç ağlınızda da olmayan fikirlər. Uzun müddət yerinizdə saydığınız bir yerdə gözlənilməz alternativ bir yol görə bilərsiniz və bu sizə əlavə həvəs verəcək. Bugün xüsusilə çoxdan maraqlı bir şeyi planlaşdırıb, amma düşüncədən əmələ keçməyə cəsarət etməyənlər üçün uğurlu olacaq. Siz ilk inamlı addımı atacaq və dərhal ümidverici nəticələr görəcəksiniz. Gün işgüzar ünsiyyət baxımından da əlverişli olacaq.
Rəhbərliyə və ya komandaya hamının xeyrinə olacaq ideyalar təklif edə bilərsiniz. Düzdür, kiməsə planlarınız həddindən artıq cəsarət görünə bilər. Amma buna görə narahat olmayın. İndi ən vacibi odur ki, adətdən kənara çıxmağa hazır olduğunuzu və təkliflərinizi necə həyata keçirəcəyinizi göstərin. Su tökənlər. Sadəcə ən yaxşı keyfiyyətlərinizi göstərməklə qayğıkeşlik, diqqətlilik, vaxtında və yerində dəstək vermək bacarığı ilə bir çox insanda çox yaxşı təəssürat yaradacaqsınız. Ətrafdakılar sizə kömək və ya məsləhət üçün adətdən çox müraciət edəcəklər. İş problemlərində batıb qalanlara və ya şəxsi münasibətlərdə çətinlik çəkənlərə necə davranmağın daha doğru olduğunu göstərəcəksiniz. Həyat təcrübəniz və intuisiya baş verənlərin əsl səbəbini anlamağa və sadəcə təsəlli vermədən real həll təklif etməyə kömək edəcək. Mehribanlığınız iş baxımından da çox faydalı olacaq. Onun sayəsində potensial partnyorların etibarını qazanacaq, arxayın olmaq mümkün olan insan kimi nüfuzunuzu möhkəmləndirəcəksiniz. Rəhbərlik və həmkarlar görəcəklər ki, sizinlə işlər daha asan irəliləyir və kollektivdə atmosfer daha sakin olur. Balıqlar. Gün maraqlı hadisələr gətirəcək. Özünüzü ən yaxşı tərəfinizdən göstərmək üçün sizə şans verəcək. Səhərdən çox ciddi köklənməsəniz belə, bu çətin iş tapşırıqlarını uğurla həll etməyə, son vaxtlar yığılıb qalmış məsələlərə aydınlıq gətirməyə mane olmayacaq. Yeri gəldikcə peşəkar planlarınızı onları həyata keçirməyə kömək edə biləcək insanlarla müzakirə etmək də alınacaq. Sizin həvəsiniz çoxlarının xoşuna gələcək. İstisna deyil ki, məhz bunun sayəsində siz yeni tərəfdaşlar tapacaq və ya işinizi dəyişib çoxdan arzuladığınız mövqeyə keçmək təklifi alacaqsınız. Günün ikinci yarısında sənədlərin rəsmiləşdirilməsi və rəsmi sorğuların tərtibi ilə bağlı çətinlik olmayacaq. Dövlət qurumlarına müraciət uğurlu alınacaq. Bütün formal prosedurları tez keçə biləcəksiniz. Bu vaxt həmçinin sövdələşmə şərtlərini müzakirə etmək, müqavilələri yenidən gözdən keçirmək, büdcəni planlamaq, ödənişlər, endirimlər və hissə-hissə ödəniş barədə razılaşmaq üçün uyğundur. Təklifləriniz məntiqli səslənəcək. Üstəlik, adətən skeptik olan insanlarda belə yaxşı təəssürat yaradacaqsınız.